Videomuza, vlogumuza keçməzdən öncə evimizin tikilmə anlarından qısa kadrlar var. Hansı ki yoldaşımın mənə atdığı videolar. Onları istədim bura qoyum. Çoxdan da evimizdən sizə xəbər demirdim. Tikintisi gedir yavaş-yavaş. İnşallah ki hər şey yaxşı olacaq. Belə yavaş-yavaş tikintilər, otaq bölgüləri, tikintilər olur. Nə bilim, başım çıxmır bu qədər işlərdən. Yəni yoldaşlığımın atdığı qədər çertiyoj falan. Bu da bura həyət olacaq. Qarşı tərəfdə tikintidir. İndi bu arxa tərəfdir. Yoldaşım göstərir mənə. Belə. Orada danışır, amma mənim çox başım çıxmır. Allah tikinti tikənin, ev quranın, bütün insanların yardımcısı olsun, köməyi olsun biz də içində. İnşallah sağ-salamatlıqla başa vuraq. Belə hörgü işləri gedir. Hər zaman qısa-qısa kadrlar çalışacağım ki sizə göstərim. Sizlə bərabər. YouTube ailəmlə bir yerdə olsun işlərimiz. Belə. Yəni hələ ki bu tamamlamışlardır. Pəncərələr çox böyük qoyulur. Qapılarda, pəncərələrdə geniş olsun, fərah olsun deyə. Belə. Siz izləyin, keçək videomuza. Hər vaxtınız xeyir olsun, sabahlarınız aydın olsun. Yenə bir bazar günündən sizə salamlar. Səhər-səhər belə kinolar açıblar, ölürük baxmaqdan, doktorculuq tikirlər, kəsirlər. Bu qız da yuxudan doymayıb hələ. Durub burada təzədən üstünü örtüb uzanıb. Deyir, yox, yatmaq istəyirəm. Mən də tost soranı gətirmişəm ki, ay bala, dur, tost soranı yağ, silək, yemək bişirək. Durmur. Axşamdan nə qədər simiçka qabığı töküblər yerə. Biraz tost soranadım. Ucu qalanı yoldaşım qoyma, səs eləmə. Ona görə tam ətraflı ürəyimə sinəncə eləmədim. Elə belə götürdüm. Simiçka almışam, qoy sizə göstərim. Baxın. Bir kulok. Belə 3 kiloluq simiçka almışam. Paketdə satırdılar. Qovrulmuş və duzlu. Sexin özündən. Belə. Çox dadlıdır, duzludur və yaxşıdır. Bir o da adamın ağzını, dodağın yandırır sadəcə. Çox çırtlayanda duzu. Belə axşamdan demək olar ki, 1 kilo çırtlayıb uşaqlar. Çox qəşəngdir amma. Həm sərf eləyir, həm də şey olur da, evdə simiçka olur, adam rahat çırtlayır. Mən də çox sevirəm, uşaqlarım da çox sevir. Aparım bunun ağzını bağlayayım. Kulokda yaxşı qalacaq. Ona görə boşaltmıram. Nəyəsə elə ən yaxşı öz paketi və kulokun da ağzını möhkəm bağlayıram ki, qabığı ölməsin. Dursana kız. Dur. Hamı durub bir bundan başqa. Belə yavaş-yavaş işlərimizi görək. Bu nauşnikdəki fidanı çıxardır. Atası taxır, atası çıxardır, fidanı taxır. Bu nauşnik mənim axırım. Bu da benim boş olan kartlokum. Burasına heç vaxt annem. Burasına heç vaxt içinə qoymuram. Çatmır. Mən bura qoyanda kontrol edib. Bura qoyanda şey olur. Laf tez xərclənir. Bu gözü istifadə edirəm. Kartlarım, şəxsiyyətim, nə bilim. 20 manat, bir də 5 manatım var. Bu şəxsiyyətim. Belə.
Başqa heç nə yox. Orada da 2 manatım var. Gətirim qoyum onda bura. Bir dəfəni ağzını örtüm. Burada. Bayaq Aylin gedib səhər-səhər heç nə yeməyib. Özünə abur-cubur alıb. Oradan qalıb. Qoydum bura. Balığımı da çıxartmışam. Axşama bişirəcəm. Günortaya da ev xalqından soruşum görüm nə istəyirlər, nə içirlər. İçirlər nə yeyirlər. Sladki sirop bunu Aylinə verirəm. Öskürəyinə xeyir edir, kömək edir. Aylin alerjik uşaqdır, yəni allergiyalı uşaqdır. Ona hər dərman olmur. Amma illərdir ki, sladki sirop istifadə edirəm. Sovetin dərmanı da bilirsiniz. Belə. Suzi, hara girmisən aşkım? Paltarların içine girmisən sən? Qızım. Canımın içi şkafın ağzı açıq qalıb, girib paltarların içine. Qızım. Canımın içi. Göyçəyim. Güzelim. Deme otursun. Deme nene otursun. Yok kuyruğu. Kuyruğu salçarı. Salma deyir, eləmə deyir. Sal kuyruğu içər. Sal kuyruğu. Mənə dişləmir heç vaxt iyi deyir. Şuna kupan, şuna kupan, şuna kupan, şuna kupan. Ölürəm səndən ötürü. İşte. Günortaya fikirləşdik ki, piraşka hazırlayaq. Burada başlayıram xəmiri yoğurmağa. Xəmirimizi yoğurdum, belə qoymuşam, acısın. Günlərdən piraşki günü, şənbə bazar oldusa mütləq xəmir xörək eləməliyik. Özümüzə iş çıxartmalıyıq bir sözlə. İndi heç nə, biraz xəmirimiz acısın. Mən də kartof soyum, qoyum bişsin. Daha sonra piraşkimizi hazırlayaq. Bir odur ki, əksimiz göyərti yoxdur. Kartofumuza göyərti əlavə eləyə bilməyəcək. Kartoflarımı soyum. Xəmir acıyana qədər qoyun bişsin. İnanırsınız biz yaxşı kartof tapa bilmirik. Necə? Bunu bəzəkli belə görürsən var, üstü zadı təmiz. Gətirirsən, soyursan ağ çıxır, dadsız olur. Onu yoldaşım sevmir. Bu belə qopartdıq, gördük ki, sarı kartofdur. O qədər təriflədilər. 1 manat 30 qəpiyə almışıq bunun kilosunu. Bazardan. Bu da heç yaxşı xoşuma gəlmir. Düzdür, sarı kartofdur. Amma ləkələri var içərisində. İndi xəmirim gəldi. Başlamışam burada. Mən balaca kündələr eləyirəm. Mamam da yayıb içərisinə qoyub bükür. Bu unumuzu amma heç sevmədim. Çünki xəmiri çox cırılır. Belə ipə sapa yatmır da. Yəni, amma gözəl də acıyıb. Mamam hazırlayır, mən də belə qızardıram. İlk partiyanı qoymuşam. Qızarsın.
Qızarır artıq. Bunlar içlərdə, içlər həmişə belə əyri-üyrü olur. O birislər yaxşı olar. İnşallah. Qızarsınlar. İstədim qutab eləyək. Sonra fikirləşdim ki, əşi kimdə gedib bazara göyərti alam. Bir dəfə gələn həftə alaram. Elə alaram ki, seyləyərəm. Bir dəfəlik qızartmalı. Qızartma nə idi? 5-ci gündən alaram, 6-cı gün qutab işlərik. Qızaranları götürüm. Yenisini yığım. Yavaş-yavaş qızardıram mən. Baxın, burada yığmışam. Qeylaq artıq. Bilmirəm amma unundandır, nəyindendir. Mamam deyir ki, xəmir çox cır olur. O düzəldir içərdə, deyir cır olur. Neynəsəm deyir cır olur. Keçmişəm yenə yeməyə, axşam yeməyinə balıq. Bir də makaron bişirirəm. Belə bol yağ əlavə eləmişəm. Bu balıq bol yağda bişir. Tuzlamışam, istiyor vurmadım bu dəfə. Anam istəmir. İstiyordu yemək. Artıq gecədir, axşam yeməyini hazırlayıram. Bugün yeməğimiz gecə qaldı. Günortanı gec yemişdik deyənə. Balığı burada qızardıram. Çünki evə iyi getməsin. Makaronu da evdə pişirirəm. Gedim onu da göstərim. Makaron da buradadır. Evdə televizora baxırlar, səs-küydür. Baxın. Qovurmuşam və tomatlı su əlavə eləmişəm. Dəmlənən forma olacaq da, yəni süzməyəcəm. Tomatla qovurmuşam. Tuzunu əlavə etmişəm. Bu da makaronumuz. Nar kimi qızardı balıqlarımız. İndi yığaq bunları. Sonra ikinci partiya qoyaq. Belə baxın, mən çox qızardıram. Uşaqlar çox istəyir bizdə. Quru istəyirlər yəni. Şimdi biraz burası qalsın. Şimdi biraz burası qalsın. Bu yaxşıdır. Hə, yığdım. Çox part-purt olurdu. Ona görə yığdım. Balıqları yığdım. Növbəti balıq qoydum. Bu da qızaranımız. Belə. Bu da ikinci hissə. Baxın, nar kimi qızartdım balığı. Birinci hissəni orada ev cəmaatı yeyir. Bu da makaronumuz. Çox qəşəng alındı. Bu da baxın, belə makarnamız. Bu da balığımız. Belə. İndi çəkim mən də yiyeyim. Bir dənə qalsın yoldaşım. O hələ yoxdur, gəlsin, yiyəcək. Qablarımı yudum, yığdım. Hər yer səliqəli, tərtəmiz. Üzərini də sildim, örtdüm. İş bitdi, mən də bitdim. Bugünümüz də belə başa vurduq. Sabah yeni həftə. Hamınıza uğurlar arzulayıram yeni həftədə. Gözəl bir həftə olsun. Xoş auralı, xoş hisslərlə dolub daşsın inşallah. Növbəti videolarda, vloglarda görüşmək ümidi ilə, görüşmək diləyi ilə. Hamınızı çox sevirəm. Hamınızı öpürəm. Bacardığım qədər videolar çəkirəm. Ümid edirəm ki, xoşunuza gəlir. Belə, əlimdən gələn yəni bu qədərdir. Bu ara Aylin də mən də yenə xəstələnmişik, bilirsiniz. Aylin harda xəstəlik oldu, ilk onu tutur. Ondan da mənə keçir. İmunitetimiz zəifdir. Tez xəstələnirik. Belə, danışanda da biraz çətinlik çəkirəm. Dərmanlarımı istifadə edirəm. Nə bilim, günümüz də belə keçir.
Bir daha hamınızı öpürəm. Sağ olun. Videolarımı izlədiyiniz üçün minnətdaram. Xoş həftələr, xoş anlar sizlərlə olsun. Hamınız dəyərlisiniz mənim üçün.